İlham Əliyev rəhbərlik eləyir bu hökumətə. Dövlət şirkətləri korrupsiyanın içində büdcəni oğurlamaqla məşğuldur. Nazirliklər korrupsiyanın içində büdcəni oğurlamaqla məşğuldur. İcra hakimiyyətləri korrupsiyanın içərisində büdcəni talan eləməklə məşğuldur. Və bütün bu adamların hamısını öz komandasına yığmış, uzun illər məsuliyyətdən yayınmasını təmin eləmiş şəxs çıxır, sanki bir müxalifət lideri kimi danışır, onları tənqid eləyir və hesab eləyir ki, Azərbaycan xalqı bununla da razılaşacaq ki, bu adamlar pis imiş, hamısı, onlar məsuliyyət daşıyırlar, onlar korrupsionerdirlər, amma onları komandasına yığıb, onlara bu səlahiyyəti vermiş və onları himayə etmiş İlham Əliyev özü heç bir məsuliyyət daşımır. Azərbaycan xalqını belə sadəli saymaq lazım deyil. Azərbaycan xalqı yaxşı bilir ki, İlham Əliyev həmin adamları gətirib bu vəzifəyə təyin etməsəydi, uzun illər həmin adamları himayə etməsəydi, həmin adamlar ona arxalanaraq özlərini qanundan üstün, güclü saymasaydılar, bu adamlar nəinki indiki kimi milyarder, milyoner olardılar. Onların əksəriyyəti heç orta təbəqədə ola bilməz.